İranın Qum şəhərində qadınlar bu şəhəri ziyarətə gəlmiş xarici ölkə vətəndaşları ilə etdikləri siğədən 7000 uşaq dünyaya gətiriblər. Bu barədə Günas TV saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Qum şəhərinin siyasi təhlükəsizlik qurumu elan edib ki, müqəddəs şəhəri ziyarətə gələn xaricilərlə İran qadınlarının siğə əlaqəsindən 7000 uşaq dünyaya gəlib. Bu kişilər əsasən Əfqan, Pakistanlı, Hind və Afrikalı müsəlmanlardır. Onlar qadınları cinsi münasibətdən sonra hamilə buraxıb öz ölkələrinə dönüblər və hazırda qadınlar bu uşaqları təkbaşına böyütməyə məcburdurlar. Təsəvvür edirsinizmi? 7000 yalnız Qum şəhərində siğədən doğulmuş uşaq sayıdır. Bir də düşünün ki, İranın digər şəhərlərini ziyarət etmiş xarici ölkə vətəndaşlarından İranlı qadınlar siğədən neçə uşaq hər il dünyaya gətirirlər. Və rəsmi məlumatda qeyd olunub ki, qadınlar bu uşaqları atasız təkbaşına böyütməyə məcburdurlar.